Yalanı necə tərk etmək olar? 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 Birinci bunu bilin ki, yalan insanın hörmətini sındıran, insanın cəmiyyətdə gözdə salan günahlardan biridir. Yəni insanın ictimai nüfuzunu sındırar, insanın hörməti aradan gedər və yalanın vurduğu ən mühüm belə deyək də ziyanlardan biri budur. Ona görə də Allah Taala dinimiz buyurur ki, bax bir insan düz danışırmı yoxsa yox? Mühüm meyarlardan biri də budur ki, bax gör qarşı tərəf o düz danışan insandır yoxsa düz danışan insandır. Bu mühümdür. Ona görə birinci bunu bilin ki, bu sizin ictimai həyatınızda da sizə ziyanlı olacaq, zərbəsi olacaq. Bu bir. İkinci, yalan oxumuşam ki, vurduğu zərbə bir insan şərab içsə nə qədər ziyan eləyər, ondan da artıq ziyanın olduğunu oxumuşam. O demək deyil, şərab məsələn günah deyil. Dedim də o günahın nə qədər cəzası da var, dünyası da insan əziyyət çəkər. Ona görə insan gələk o günahdan insan çəkinsin. Və bizlər də gələk onları elə qəşəng təbliğ eləyək ki, onlar çəkilsinlər. Yaxşı. İkinci də bu ziyanı budur ki, axirətə neyniyər? Axirəti əlindən alır. Və Əhl-i-Beytin, övliyaların, peyğəmbərlərin gözündən insanı sala biləcəyi bir günahlardan biridir. Xoşlamırlar Əhl-i-Beyt kimi insan çox yalan. Bu bir məsələ. İkinci məsələ, danışmaq istəyəndə praktik bir dənə tələsməyin deməyə də. Düşünün, sonra danışın. Düşünəndə də ki, qərar verirsiniz də bu yalan danışım yoxsa yox. Ona görə ağlın senzurasından keçirin. Özünüzü adət elətdirin ki, düşünüb danışmağa. Onda insan da başa düşər ki, yalan danışsan, bu qədər ziyanları varsa, niyə yalan danışım? Bir də yalanın ömrü qısadır da, həqiqətən bir müddətdən sonra elə bil özünü göstərəcək. Ona görə də yalan danışan biraz huşu olmaz, bir də özü yalanını çıxardır ortaya da. Allah inşallah özü kömək olsun bizə.